Uzun zamandır heç bir video paylaşmıram. Lakin bugün elə bir videola gəldim ki, uşaqlarınız sizdən hər gün bu burgeri istəyəcəkdir. Hazırlanması çox sadədir, dadı isə möhtəşəm. İçli üçün mən istifadə etdim. Pendir, pomidor, duzlu xiyar, iceberg kərəm, ət, qızardılmış soğan və özüm hazırladığım mayonez sosu. Siz isə ağız dadınıza uyğun olaraq içliyi dəyişə bilərsiniz. Qat-qat xəmirin içinə İnqrediyentləri yığdıqdan sonra videoda olduğu kimi büküb üzərinə yumurta sarısı əlavə edib sobaya bişməyə göndəririk. Bu qədər. Hazırlayacaq olan hər kəsə nuş olsun.